Zöhrəb İsmaildir. Uzun müddətdir ki, Azərbaycanda QTT sektorunda çalışırdı və Azad İqtisadiyyata Yardım Cəmiyyətinin sədri olubdur. Daha sonra Zöhrəb İsmail ABŞ-da bir fellowship proqramında iştirak edib, Hungary, Michigan Dövlət Universitetində və belə deyək də, bir il müddətində o proqramı başa vurubdur. Hazırda isə, belə deyək, vətəndaş cəmiyyətində uzun müddətli təcrübəsini nəzərə alaraq biz onu çağırdıq bura ki, bizə vətəndaş cəmiyyəti haqqında danışsın. Qısa şəkildə bu qədər söz verirəm Zöhrəb bəyə və başlasın. Axşamınız xeyir. Vətəndaş cəmiyyəti haqqında yəqin çox eşidirsiniz siz də qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti və əslində indi mən istəyirəm biraz konsepsiyasından danışım. Vətəndaş cəmiyyəti nədir? Bu, onun ümumiyyətlə nə məqsədlə bu qeyri-hökumət təşkilatları yaradılıb? Onların cəmiyyətdə rolu nədən ibarətdir? Onlar hansı deməli, qeyri-hökumət təşkilatları mövcuddur? Onlar hansı sahələrdə işləyirlər? Onların məqsədi nədir, nailiyyəti nədir? Bu barədə və necə maliyyələşir? Bu barədə istəyirəm ki, danışım. Vətəndaş cəmiyyəti, yəni əvvəllər vətəndaş cəmiyyəti barədə elə bir onun mənası bir qədər başqa idi. Həm siyasi partiyaları bura daxil edirdilər, həm medianı bura daxil edirdilər. Ümumən bu elə bir demokratik cəmiyyətin komponentlərini təşkil edən ideyalar, məqsədlər bu istiqamətə yönəlmiş bütün qrupların fəaliyyətini vətəndaş cəmiyyətinin elementi kimi təqdim edirlər. Ancaq son illər bu definisiyada dəyişməyə başlayıb. Vətəndaş cəmiyyəti daha çox qeyri-hökumət təşkilatları və bu mənfəətsiz fəaliyyət sahələrini əhatə edən təşkilatların birliyinə deyilir. Ümumiyyətlə isə vətəndaş cəmiyyəti vətəndaşların maraq və iradələrini ifadə edən qrupların ümumi anlayışıdır. Yəni, vətəndaş cəmiyyəti qrupları, qeyri-hökumət təşkilatları, vətəndaş hərəkatları, sosial hərəkatlar, bu hərəkatlar vətəndaşların ümumi maraq və iradələrini ifadə etməyə çalışırlar. Eyni zamanda demokratik cəmiyyətin elementləri olan ifadə azadlığı, insan haqları, şəffaflıq, hesabatlıq və eləcə də hüququn aliliyi, müstəqil ədliyyə sistemi üçün fəaliyyət göstərən qruplar da bu vətəndaş cəmiyyətinin tərkib hissələridir. Ümumiyyətlə, vətəndaş cəmiyyətinə üçüncü sektor deyirlər. Yəni, siz bilirsiniz ki, dövlət sektoru var, özəl sektoru var. Dövlət sektoru hansı ki, bizim elə Gürcüstanın misalında, məsələn, dövlət universitetləri, metropoliten, nə bilim, sonra dəmir yolu, sonra məktəblər filan. Bunlar hamısı dövlət sektorunu təşkil edən müəssisələr, kommunikasiya vasitələri və şirkətlərdir. O cümlədən də qurumlar, institutlar. Şirkətlər də hansı ki, istehsalla məşğuldur. Daha doğrusu, söhbət özəl şirkətlərdən gedir, özəl sektordan gedir. Yəni, özəl sektorda da biz istehsalçıları, xidmət göstərənləri, dörd tərəfdə gördüyünüz dükanlar, şirkətlər, müxtəlif internet xidməti göstərəndən tutmuş, rabitə xidməti göstərənə kimi və yaxud da ki, özəl taksi xidməti, yəni bunlar hamısı özəl sektordur və bu vətəndaş cəmiyyəti isə nə dövlət sektorudur, nə də özəl sektordur. Bu, yeni deyəndə ayrıca bir sektor kimi buna üçüncü sektor deyirlər və bu eyni zamanda buna vətəndaş sektoru da deyirlər
Qərbdə daha çox vətəndaş sektoru deyirlər, Azərbaycanda ictimai sektor deyirlər. Gürcüstanda da elə vətəndaş cəmiyyəti kimi təqdim olunur. Bu, sözsüz ki, bu dövlət sektoru, özəl sektor və ictimai sektor, üçüncü sektorun arasında çox deməli güclü bir əlaqə var. Söhbət demokratik cəmiyyətlərdən gedir. Yəni, vətəndaş cəmiyyəti, vətəndaşların iradəsini, vətəndaşların maraqlarını təmsil etdiyi üçün dövlətlə, hökumətlə birbaşa təmasdadır. Hansısa bir dialoq içindədir, hansısa məsələləri həll eləməyə çalışır. Eyni zamanda özəl sektorda bu özəl sektorla da təmasdadır. Necə ki, özəl sektorla da dövlət təmasdadır. Çünki özəl sektorda vergi ödəyir, dövlət gəlirlərini özəl sektordan alır və onu hansısa formada geri qaytarır və bütün bu, elə bir ki, bu üç sektor bir-birindən əlaqəli şəkildə fəaliyyət göstərir. Və üçüncü sektorun önəmi ondan ibarətdir ki, onlar həm də Qərb ölkələrində onlar həm də özəl sektordan maliyyələşə bilirlər. İyanə ala bilirlər, qrant ala bilirlər və yaxud da ki, bəzi hallarda da deməli, vətəndaş cəmiyyəti qrupları elə özəl sektorun müxtəlif çevrələrinin də maraqlarını ifadə edə bilər. Yalnız vətəndaşların yox, həm də qrupların maraqlarını ifadə edir. Vətəndaş cəmiyyəti, indi biz dedik ki, vətəndaş cəmiyyəti haradasa dövlət və vətəndaş arasında bir vasitəçi rolunu oynayır da, hansısa müxtəlif problemlər ola bilər. İstər insan haqları, tutaq ki, qadın hüquqları, tutaq ki, vətəndaş hüquqları, toplaşmaq, ifadə, birləşmək azadlıqları. İstərsə də adi bir kəndin bir problemi, məsələn, bu ola bilər yol problemi, bu ola bilər təhsil problemi, bu ola bilər, nə bilim, ailə zorakılığı problemi və yaxud da ki, təhsil problemi və yaxud da ki, nə bilim, sağlamlıqla bağlı olan problemlər, nə bilim, su sistemi, kanalizasiya sistemi, belə problemlər ola bilər. Və bu problemlərin də həllində vətəndaş cəmiyyəti mühüm rol oynaya bilər. Yəni, burada buna biz deyirik ki, icma əsaslı təşkilatlar, hansı ki, onlar da vətəndaş cəmiyyətinin bir parçasıdır. Ümumən, vətəndaş cəmiyyətinin məşğul olduğu sahələr çox genişdir. Bu siyasi məsələlər, siyasi hüquqlar da ola bilər, bu inanc məsələsi ola bilər, yəni dini etiqad məsələsi ola bilər. Bu icma əsaslı məsələlər ola bilər, hansı ki, biz danışdıq, hansısa bir icma deyəndə biz bir kəndi, bir qəsəbəni, bir yaşayış məntəqəsini nəzərdə tuturuq və yaxud da ki, bir məhəlləni də nəzərdə tuta bilərik. Təhsil, səhiyyə, yoxsulluğun azaldılması, hansı ki, Asiya ölkələrində, Afrika ölkələrində qeyri-hökumət təşkilatları yoxsulluğun azaldılması proqramlarını həyata keçirirlər və burada böyük rol oynayırlar və beynəlxalq təşkilatlar da istər BMT, istər Dünya Bankı, istər deməli, beynəlxalq səhiyyə təşkilatı. Bunlar hamısı qeyri-hökumət təşkilatları vasitəsilə müxtəlif proqramlar həyata keçirirlər və sizdə sual ola bilər ki, bir də onu qeyd edib ki, yəni qeyri-hökumət təşkilatları könüllü əsaslarla yaradılmış təşkilatlardır. Tutaq ki, bu 1, 2, 3, 5 və yaxud da çoxlu sayda vətəndaşın birləşərək yaratdığı təşkilatlardır. Və burada sual ola bilər ki, dövlət var, siyasi partiyalar var, media var. Bəs bu vətəndaş cəmiyyətinə lazım. İcmanın problemi varsa, cəmiyyətin problemi varsa, insan hüquqları problemi varsa, elə bu müxalifət var, iqtidar var, dövlət var, məhkəmə var,
media var və bu vətəndaş cəmiyyəti qurumları nə rol oynaya bilər? Və məsələ bundadır ki, Gürcüstanda da gördüyünüz kimi siyasi partiyaları nə vaxt görürsünüz? Kəndlərdə, qəsəbələrdə, seçkidən seçkiyə, 4 ildən bir görürsünüz ki, 4 ildən, bu yaxın 4 ildə siz görməyəcəksiniz qeydə kəndlərinizdə ya Gürcü arzusu olsun, ya ümumilli hərəkat olsun və yaxud da ki, azad demokrat olsun, respublikası olsun, bunları görməyəcəksiniz. Bunlar ancaq olacaq parlamentdə, yəni Tiflisdə və yaxud da ki, hökumət qrupları, bələdiyyələr səviyyəsində bu prosesdə gedəcək. Amma onlar yerlərə 4 ildən bir gələcək. Eyni zamanda medianı nə maraqlandırır? Medianı daha çox bilirik ki, sensasiya maraqlandırır. Medianın öz mövzusu var. Media hansısa bir, onun üçün tutaq ki, ailə zorakılığı o vaxt maraqlı olacaq ki, kimsə öldürsün. Amma gündəlik o rutin baş verən problemlər media üçün maraqlı olmayacaq. Və yaxud da ki, hansısa tutaq ki, qəsəbənin yol problemi media üçün maraqlı olmayacaq. Çünki minlərlə kənd var, minlərlə eyni problemi var. Və medianın da media qurumlarının arasında rəqabət və s. onlar onu görməyəcək. Bax, bunun üçün vətəndaş cəmiyyəti qrupları o vətəndaşların yerli maraqlarını ifadə eləmək üçün o problemləri monitoring eləyir və yaxud da ki, təmsil eləyir və hərə öz məşğul olduğu deməli, sahə üzrə bu məsələləri araşdırır və yaxud da bunların müxtəlif səviyyələrdə bu məsələləri qaldırır. Və vətəndaş cəmiyyəti qrupları deyəndə bu iştirakçılar da çox genişdir. Burada əsas sosial hərəkatlardır. Hansı ki, bizə elə gəlir ki, vətəndaş cəmiyyətinin əsas bazası qeyri-hökumət təşkilatlardır. Amma qərb ölkələrində daha çox sosial hərəkatlardır. Hansı ki, vətəndaş hüquqlarla məşğuldurlar, yaşıllar, ekoloji məsələlərlə məşğuldurlar, ətraf mühit problemlərindən. Sonra bir çox hardakı müharibələr var, konfliktlər var. Orada sülh yaratma ilə məşğuldurlar. Və yaxud da ki, feminist hərəkatları var. Hansı ki, belə gender bərabərliyi uğrunda mübarizə aparırlar. Yəni, bu dəqiqə qərb ölkələrində, hətta Asiyada və s. geniş yayılır. Və ikincisi də sözsüz qeyri-hökumət təşkilatları. Və bu qeyri-hökumət təşkilatları bir qədər daha təşkilatlanıblar. Onların belə deyək, qeydiyyatı var, stafı var və şəbəkələri var və s. Və onlar birbaşa məhz qeyri-hökumət təşkilatları bax, həmən vətəndaşla dövlət arasında vasitəçi rolunu oynaya bilir. Amma bunların arasında da linklər var. Sosial hərəkat iştirakçıları yenə qeyri-hökumət təşkilatları ola bilər. Amma elə bir ki, sosial hərəkatlar konkret bir məsələ üçün yönəlmiş aksiyalar keçirirlər, tədbirlər keçirirlər. Bu miting də ola bilər, etiraz ola bilər. Amma bu qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti qruplarının bir önəmli bir xüsusiyyəti var ki, və bu gözlənilir və gözlənilməlidir. Bu nədir? Bu dinc, yəni onların bütün bu sosial hərəkatlar dinc xarakter daşımalıdır. Və eyni zamanda vətəndaş cəmiyyəti qrupları heç vaxtı hakimiyyətin legitimliyini sual altına ala bilməz. Bu onun funksiyası deyil. Yəni, əgər o bunu eləyirsə, o artıq vətəndaş cəmiyyətin çərçivəsindən kənara çıxmış olacaq. Yəni, ona görə elə ölkələr var ki, heç kim səni cəzalandırmayacaq. Sadəcə olaraq burada aydın görünəcək ki, sən artıq vətəndaş cəmiyyətini təmsil eləmirsən. Sən artıq siyasi bir mövqeni təmsil edirsən və müdafiə edirsən. Və bir də qeyri-hökumət təşkilatlarının özünün də daxilində olan maraq qrupları var. Məsələn, tutaq ki, biznes asosiasiyaları.
Yəni, hansısa bir, məsələn, su istehsal edənlərin asosiasiyası və yaxud da ki, fermerlərin asosiasiyası. Bunlar da əslində vətəndaş cəmiyyətinin bir parçasıdırlar. Onlar, fermerlərin özü vətəndaş cəmiyyətinin parçası deyil. Bu, özəl sektordur. Amma fermerlərin maraqlarını müdafiə edən bu asosiasiyalarda maraq qrupları da vətəndaş cəmiyyətinin bir parçası sayılır və onlar da sözsüz ki, onlar da bunu gəlirsiz şəkildə həyata keçirirlər. Tutaq ki, fermerlərin hansısa bir problemini həll eləmək üçün hökumətlə danışıqlara gedirlər, hansısa təkliflər verirlər, müzakirələr açırlar ki, və eyni zamanda fermerlərə informasiya dəstəyi həyata keçirirlər ki, fermerlər həmin o informasiyadan faydalanıb öz istehsal prosesini, satış prosesini deməli, qaydaya sala bilsin. Bu iştirakçılar çox sözsüz ki, geniş anlayışdır. Burada indi biz belə ümumiləşdirib deyirik. Yəni, bunlar çox həm də icma əsaslı təşkilatlar ola bilər. Hansı ki, bir çox ölkələrdə icmanın nümayəndələri toplaşır. 5 nəfər, 10 nəfər, 20 nəfər. Onlar cəmiyyət qururlar. Deyirlər ki, biz bu icmanı təmsil edir. Baxmayaraq ki, həmin kənddə bələdiyyə var, tutaq ki, icra nümayəndəsi var, hansı ki, dövləti, hökuməti təmsil edir, rayon administrasiyasını təmsil edir. Amma eyni zamanda icmalar da özünü qeydiyyatdan keçirir, icma təşkilatı kimi və icmanın o narahat edən problemləri ya özü həll edir və yaxud da onun vəkilliyi ilə məşğul olur. Onu qaldırır bələdiyyənin qarşısında, yerli icra hakimiyyəti qarşısında. Amma eyni zamanda özü də müxtəlif, tutaq ki, iyanələrlə, qrantlarla və s. həmən problemləri həll edir. Məsələn, Gürcüstanda, bəlkə də bilmirəm, indi bu Bakı-Tbilisi-Ceyhan kəmərinin keçdiyi ərazilər var idi. Orada icma proqramları həyata keçirir. Daha BP müəyyən təşkilatlara, birincisi icmaların, o icma təşkilatlarının təsis olunmasına, yaradılmasına dəstək verirdi. Sonra onlara müəyyən vəsait ayırırdı və onlar həmən icmanın, kəndin, qəsəbənin hansısa bir problemini həll edirdi. Ya bir su problemi götürürdü, ya bir tibb məntəqəsi və yaxud da məktəbin təmiri və yaxud da ki, mərkəzi yolların təmiri hansısa problemi həll edirdi və icma da eyni zamanda özü də töhfə qoyurdu. Məsələn, tutaq ki, bir layihənin bir büdcəsi olurdu, onun bir 20%-ni də icma özündən qoyurdu və onun bir işçi qüvvəsi kimi. Məsələn, kənddə yaşayan insanlar, qəsəbədə yaşayan insanlar toplaşırdılar, bir gün öz əməyini sərf edirdilər və bu problemləri həll edir. Maliyyələşmə də çox önəmlidir ki, bu vətəndaş cəmiyyət qrupları necə maliyyələşir? Bunlar qrantlar ola bilər və daha çox yayılmış deməli yol, maliyyələşmə yolu qrantlardır ki, hansı ki, həm beynəlxalq təşkilatlar, həm inkişaf eləmiş ölkələrin hökumətləri, eyni zamanda böyük banklar, hansı ki, korporativ məsuliyyət hiss edir və korporativ məsuliyyət layihələri həyata keçirilir. Onlar ola bilər bu qrant verənlər. Qrant əslində bir yardımdır. Amma bir var ki, kimsə kiməsə yardım eləyir, deyir ki, məsələn, gəl bu 100 larini, məsələn, yardım edirəm. Amma bir də var ki, o adam deyir ki, gəl bu 100 larini, məsələn, bu divarda, belə deyək, təmir işi yox, məsələn, hansısa mədəniyyət xadimlərinin şəkillərini asılır. Və yaxud da ki,
bu yaşlı insanlar hansı köməyə ehtiyacı var. Məsələn, o qocalar evində gedin onlara məsələn 2 gün onlara kömək edin. Onları gəzdirin, onların dərdlərini soruşun və s. və bu da 100 lari. Və bu qrantla bir yardımın fərqi budur. Bir də var iyanə. İyanə də sözsüz ki, bu da yardımdır. Amma iyanə böyük məbləğdə olmur, daha çox insandan toplanır. Yəni, bu iyanənin anlamı odur. Yəni, iyanə, məsələn, biz kimdənsə iyanə toplayanda deyə bilmərik ki, 10.000 lari bizə iyanə verir. Sözsüz ki, 10.000 dollar, 100.000 dollar iyanələr də var. Amerikada, Avropa ölkələrində. Amma iyanə deyəndə biz daha çox xırda bir məbləği nəzərdə tuturuq və mən sizə deyim ki, Qərb ölkələrində qeyri-hökumət təşkilatları, həmən sosial hərəkatlar bu daha çox iyanələr vasitəsindən vəsaitlər toplayırlar. Elə ölkələr var ki, orada məsələn, indi biz oturmuşuq Gürcüstanda. Gürcüstanın müxtəlif problemlərinin həll olunması üçün beynəlxalq təşkilatların proqramı var, yardım proqramları və s. Bunun çərçivəsində qrantlar verilir. Amma elə ölkə var ki, orada qeyri-hökumət təşkilatları üçün qrantlar məhduddur. Çünki, məsələn, Avropa Birliyi hazırda şərq tərəfdaşlığı ölkələri var, necə ki, Ukrayna, Gürcüstan. Bura daha çox qrantlar sərf edib, nəinki Şərq Avropa ölkələri. Çünki düşünülür ki, orada müəyyən o problemlərin çoxu həll olunub, qismən və daha çox problemi olan ölkələrə dəstək vermək lazım. O cümlədən Afrika ölkələrinə, hansı ki, yoxsulluğun azaldılması üçün Cənubi Şərqi Asiya ölkələrinə və s. Bir də ki, daha bir maliyyələşmə növü də ola bilər ki, sadəcə insanların özünün töhfəsi. Məsələn, 10 nəfər toplaşa bilər bir yerə, deyə bilər ki, biz hərəmizə 20 lari pul qoyaq, hansısa bir problemi həll edək. Yəni, bu da maliyyələşmənin bir növüdür. Amma ümumən vətəndaş cəmiyyəti qrupları hazırda dünyanın müxtəlif yerlərində çoxlu sayda problemlərin həllində yaxından iştirak edirlər. Bu iştirak necə baş verir? Birincisi, beynəlxalq təşkilatları, məsələn, BMT kimi, Dünya Bankı kimi, beynəlxalq səhiyyə təşkilatı, o cümlədən beynəlxalq ərzaq təşkilatı. Bütün bunların hamısının hansısa proqramları mövcuddur. Bu proqramlar da müxtəlif hökumətlər tərəfindən maliyyələşdirilir. Siz yəqin bu günlərdə eşitdiniz ki, ABŞ-ın yeni seçilmiş prezidenti qeyd elədi ki, biz BMT-yə bu qlobal iqlim dəyişikliyinin qarşısını almaq üçün verilən vəsaiti biz kəsəcəyik. Hansı ki, məsələn, BMT səviyyəsində ən böyük problemlərdən biri sayılır. Məsələn, bir neçə il bundan öncə daha çox tutaq ki, yoxsulluğun azaldılması problemi öndə idi, yenə də öndədir, amma artıq bax, bu da qlobal iqlim dəyişikliyi də yoxsulluğun azaldılması kimi bu problem səviyyəsinə qaldırılıb və böyük ölkələrdə, inkişaf eləmiş ölkələr bu proqramları maliyyələşdirirlər ki, qlobal səviyyədə bu problemin qarşısı alınsın. Yəni, bu problemlərin içində təhsil məsələsi var. Məsələn, tutaq ki, elə ölkələr var ki, orada adi orta təhsil problemidir. Məsələn, tutaq ki, Əfqanistanda və məsələn, elə Malaziyada, hansı ki, Malaziyada inkişaf eləmiş ölkədə orada təhsil məsələsi. Çünki məcburi təhsil hər ölkədə yoxdur. Çünki bəzi ölkələrin ümumiyyətlə buna imkanı yoxdur ki, bütün hər kəsi 6 yaşından 18 yaşına kimi oxutsun. Ona görə bəzi ölkələrdə, məsələn, Malaziyada bu təhsil proqramlarını
məscidlər vasitəsilə eləyirdi, mədrəsələr. Çünki həm də İslam ölkəsidir, yerdən də bir şey var, icmalardan da baskı var və s. təhsilə qarşı. Ona görə daha elə bir Malaziyanın kəndlərində, icmalarında bu təhsil məsələsini mədrəsə kimi həll eləməyə çalışırdılar da. Deyirdilər ki, nə problemdir, gəlsin, məsciddə oxusun. Demirsiniz, məktəb pisdir, gəlsin, burada oxusun. Və yaxud da ki, elə ölkələr var ki, orada sadəcə olaraq məktəblər yoxdur. Ona görə orada müxtəlif təşkilatlar, belə deyək, çadırlardan, o vətəndaş təhsili kimi çadırlardan qururlar və bu vətəndaş təhsili kimi bu prosesi davam edir. Bəlkə də sizin üçün maraqlı olar ki, bax, Gürcüstanda qeyri-hökumət təşkilatları nə işlə məşğuldurlar? Gürcüstanda mən düzü sayını müəyyən edə bilmədim, tapa bilmədim internetdən, amma söhbət minlərlə qeyri-hökumət təşkilatından gedir. Mən bildiyimə görə 2000 nə qədər qeyri-hökumət təşkilatı qeydiyyatdan keçib Gürcüstanda və çox sağ olun. Müxtəlif məsələlərlə məşğullar. Burada deməli, sözsüz ki, vətəndaş azadlıqlarına məşğul olan çoxlu sayda qeyri-hökumət təşkilatları var, hansı ki, insan hüquqları, qadın hüquqları, milli azadlıqların hüquqları, eyni zamanda sadəcə olaraq ifadə azadlığı, toplaşmaq, birləşmək azadlığı. Yəni, bax, bu siyasi hüquqların qorunmasından məşğul olan çoxlu təşkilatlar var. Eyni zamanda ətraf mühitlə, birbaşa ətraf mühit problemlərlə məşğul olan xeyli sayda qeyri-hökumət təşkilatları var. Eləcə də, məsələn, çox maraqlıdır ki, kənd təsərrüfatının problemlərlə məşğul olan çoxlu sayda qeyri-hökumət təşkilatları var. Hansı ki, onların da bir qismi əslində elə bu ətraf mühitlə məşğul olan qeyri-hökumət təşkilatlarıdır ki, onlar həm bu işlə məşğuldurlar, həm də o kənd təsərrüfatının problemlərinə məşğuldurlar. Eləcə də Avropaya inteqrasiya məsələsindən məşğul olan qeyri-hökumət təşkilatları var. 300-ə yaxın qeyri-hökumət təşkilatlarının birləşdiyi, deməli, Avropa Birliyi Şərq tərəfdaşlığı proqramı üzrə Vətəndaş Cəmiyyəti Forumunun milli platforması var ki, orada 300-ə yaxın təşkilat birləşib və bu platforma bu yaxınlarda Gürcüstan hökumətindən və Gürcüstan parlamentindən də əməkdaşlıqla bağlı memorandum imzalayıb. Bu yaxınlarda da bir konferans olmalıdır. Məncə, daha doğrusu hökumətlə bu dialoqun davam olunması 20-dən çox deməli siyasət sənədi təqdim olunur hökumətə, platforma tərəfindən. Yəni, çox böyük, hansı ki, bu təkliflər nə müxalifətdən gəlib, nə iqtidar partiyasından gəlib, məhz vətəndaş cəmiyyəti qruplarından gəlib. Mənim, yəni sonda deməli deyəcəyim nədir? Mən düşünürəm ki, Azərbaycanlılar, Gürcüstanda yaşayan Azərbaycanlılar da Gürcüstanın bu vətəndaş cəmiyyətində iştirak eləməlidir. Bu çox önəmli məsələ. Çünki məhz vətəndaş və dövlət arasında bu vasitəçilik rolunu, eyni zamanda vətəndaşların maraqlarını, iradələrini ifadə eləmək üçün bu təşkilatlar olduqca önəmlidir. Mən çoxlu beynəlxalq təşkilatlarla təmasımda, söhbətlərimdə onlar, məsələn, onlara çox qəribə gəlir. Onlar deyirlər ki, Gürcüstandan biz görürük ki, sözsüz ki, dediyim kimi, deməli, Gürcü təşkilatları həddindən artıq çoxdur. Yəni, söhbət ondan getmir ki, bu milliyyətindən getmir. Sadəcə olaraq
Tiflisdən başqa gürcülərin yaşadığı bölgələrdə də yüzlərlə qeyri-hökumət təşkilatları var ki, fəaliyyət göstərir. Eyni zamanda ermənilərin də yaşadığı bölgələrdə çoxlu sayda qeyri-hökumət təşkilatları var. Amma məsələn, onlar deyirlər ki, nədənsə Azərbaycanlıların yaşadığı bölgələrdə Azərbaycanlıların maraqlarını ifadə edən qeyri-hökumət təşkilatları çox, onlar rast gəlir. Bəzən deyirlər ki, biz heç ümumiyyətlə tanımırıq. Yəni, sözsüz ki, var, olmamış olmaz. Amma hər halda burada elə bir pasivlik var. Yəni, ona görə mən düşünürəm ki, Gürcüstandakı Azərbaycanlılar, onun təhsilli kəsimi, xüsusən gənclər bu sahədə maraqlı olmalıdırlar. Bir şeyi də nəzərə almaq lazımdır ki, bilirsiniz, Gürcüstanda elə iş tapmaq da özü böyük bir problemdir. Yəni, siz tələbələr olsun və s. hətta məzunlar olsun, bu ciddi problemdir. Azərbaycan icmasının nümayəndələri, Azərbaycan bölgələrində yüzlərlə, minlərlə insanlar Rusiyaya gedirlər, iş dalınca və s. Və nəzərə almaq lazımdır ki, bax, həmən bu vətəndaş cəmiyyəti sektoru, o da bir iş yeridir. Yəni, bəziləri düşünə bilərsən ki, məsələn, bu necə ola bilər ki, bu biznes deyil, bu dövlət işi deyil, amma bir çox ölkələrdə, o cümlədən Gürcüstanda da vətəndaş cəmiyyəti qrupları, qeyri-hökumət təşkilatları, onlar da davamlı fəaliyyət göstərən qurumlardır və onlar da iş yeri yaradırlar. Və həmçinin mən sizə qeyd elədiyim kimi qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti qrupları yalnız siyasi hüquqlarla, siyasi məsələlərlə məşğul olmur. Burada eyni zamanda tutaq ki, biznes assosiasiyaları var, kənd təsərrüfatı problemləri var ki, hansı ki, həm də kənd təsərrüfatının inkişafına, biznes sahələrinin inkişafında onlar mühüm rol oynaya bilərlər. Yəni, ona görə mən düşünürəm ki, Azərbaycanlı gənclər, deməli, gələcək məzunlar bu məsələlərdə maraqlı olmalıdırlar və fəal olmalıdırlar.